Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, Temu'dan gene paketim gəlib. Belə bir paketin bu birinci hissəsidir. İkinci hissəsi gene stol surfasıdır. O ölçülərinə görəmi, nəyə görəsə bilmirəm. Onu yol maşınıyla göndərirlər. Yəni bu samolyotla gəlir, onlar yol maşınıyla gəlir. O da hələ gəlib çıxmayıb. Bir 10-15 gün çəkər onun gəlməyi. İndi buna çıx. Görək nələr var bunun içində. Bir dənə bu çıxdı. Bir dənə bu. Bir dənə budur, balaca kağız. Bir dənə bu. Bir dənə bu. Bu qədər. İndi bunlar nədir dostlar? Mən stol surfası sifariş eləmişdim. Bunu sifariş eləmişdim. Bu təkər yamayan saqqız kimi şeylərdir. Bunlar 50 dənə olmalıdırlar. Əlli dənədirlər bunlar. Təkər yamamalar. Yanında 3 dənə beləsi sifariş eləmişdim. Təkər yamayanın bizinə sürtməyə yapışqandır, nədirsə. Bunu ki bizə keçirib təkərə batırırlar. Bu yapışqanlar, bunları. Həmən bizə sürtməyə bunları almışdım. Sonra bunu almışam. Bunlar satın aldığım şeylərdir. Stol surfasından beraber satın aldığım şeylərdir bunlar. Baxın, belə bir təkər dolduran nasosun başında olur qalyan. Nasosun rezbə yerini bağlanır. Hasan qoşub açmağa təkərə. Bunların indi qiymətlərini də deyim, hansını neçəyə almışam. Qiymətlərini deyim, indi stol surfası hələ gəlməyib. 69'lar, 70'lar hesablayaq onu. Onlar 50 qəpik bunlardır. 50 dənə. Bunlar 3 dənəsi 3'lar 50 qəpik. Nasos qalyanı, nasos şilant başlığı 3'lar 50 qəpik. Yəni hamısı bir yerdə 90'lara qədər eləyirdi, nəysə. 2 dənə də hədiyyə göndərdilər. Hədiyyəli sifariş eləmişdim. Hədiyyənin biri dostlar budur. Telefon tutandı maşından ötürü. Bunu da əmim istəyib, amma aslında o təkər yamayanları da əmmə sifariş eləmişdim. İstəyirəm verməyəm əmmə, görək bunun nətər olur. Versəm də gərək bir dəfə də hədiyyə sifarişini özümə də sifariş eləyəm. Bunu açaq baxaq, bir quraq görək, xoşuma gəlir. Belə bir şeydir. Burada pilisosu var, amma pilisosu nətər olur? Hə, bildim. Dilindən tutub belə fırlayanda çəkdi. Üstündə on-off düyməsi var burada. Bu düymə nədir? Sonra buradan bax bu
Bu düymələri də belə iki tərəfli basırıq. Bu qol hərəkət edilir. Belə. Belə. Bir yerə yapışdıraq görək. Bu düymənin nə olduğunu bildim. Dostlar, bunun başı belə sağa sola baxın, fırlanır da. Ekskavatorun başı kimi. Bu fırlanmasın deyin. Bunu buradan kilitləmək olur. Fırlanmadı. Bu fırlandı yox. Bunu öz-özünə onun vəziyyətinə gəl. Nəysə. O qədər də lazımdır. Stolun üstünə yapışdı. Yapışa bilmir, altında qulyonkası var. Salfanı. Sonra bu da var. Bu da bunun arxasını nətər bağlanırdı buna. Təmiz sökürük. Şap dedi keçdi. Belə. Telefon tutmağı da budur. Bu arxada telefonu buraya qoyuruq, bu qıraqlarından sıxırıq, bağlanır. Bu arxasında düymə var burada. Manyak şeymiş bu. İndi mən nə tərirliyim ki bunu. Bu başı hər tərəfə fırlanır, yəni belə. Hərəkət edilir. Qollar da fırlanır. Yəni bildiyiniz ekskavatorun qolu kimi də hər tərəfə fırlanır. Sonraki hədiyyəmizi açaq. İkinci hədiyyəmiz də budur. Dostlar, indi də təzə çıxıb bu da. Əvvəlki hədiyyəli kampaniya gəlirdi mənə. İndi 6 hədiyyə seçimi də verir. Onda da 120-130 larlik, 150 larlik gərək sifariş edeyim. İkinci hədiyyələrim də bunlar dostlar. 2 dənə. Var. İkili set olaraq göndərir. Bunlardan bir dəfə sifariş eləmişdim. Biri istəmişdi. İndi özümə də sifariş eləmişəm. Belə bir manyak svetodiod ışıqlar, led ışıqlar. 2 dənə. Bu da bunun kranşteynləri var içindən. Bunlar itməsin deyin bir-birinə qoşum. Bunda da eynidir. 2 dənə sifariş eləmişdim. 2 dənəli. Yanımda törk olmadığına görə bunu məcbur bıçaqla sıxacağım.
İkinci tərəfini də bağlayaq. Bir dəfə də 6 hədiyyəli paket sifariş eləyəcəm. Amma o ən azından bir 20 gün, bir ay gene çəkir o paket. Bəlkə də çox. Belə. Bu belə hər tərəfə hərəkət eləyə bilir. Bu da, yəni bunu məsələn belə vur. Bunu bu tərəfdən keçireyim. Kronşteynin bir tərəfi belə düzdür. Yaxından göstəreyim. Bir tərəfi düzdür, bir tərəfində biraz bu tərəfində əyim var. O əyim belə dura bilməkdən ötürdü. Belə durar. Və də bunu qoşaq yoxlayaq da görək nətər yanır. Qoşub yoxlayıram bunu. Ola bilsin ki, mənim bu aparatımın amperajı zəif ola. Amma doğrudan da manyak bir şeydir bu ışıq. Kameraya svarka efekti verdirir. Belə dostlar, bu videomuzda bu qədər oldu. Salamat qalın, gələn videoda görüşərik.